Azərbaycan səhiyyəsi və tibb elmi qarşısında da çox məsul vəzifələr qoymuşdu. Mühüm problemlərdən biri ön və arxa cəbhənin ehtiyaclarını ödəmək idi. İkinci Dünya müharibəsinin başlanğıcına yaxın Tibb Universiteti 3813 həkim yetişdirmişdir. Onlardan çoxu sonralar Sovet ordusu sıralarında xidmət etmiş və respublikanın bir çox hospitallarında çalışmışdır. Müharibənin ilk günlərində institut artıq 680 həkimi müharibə üçün hazırlamışdı. Bu həkimlərin əksəriyyəti cəbhəyə göndərilmiş və orada Sovet ordusunun polk və birləşmələrinin tibb bölmələri tərkibində Hitlerçi işğalçılara qarşı vuruşmuşdu. Ramanadan cəbhəyə yola düşən həkimlər Bakıxanov Əli, Eyvazov Hidayət, Eyvazov Ramiz, Xudadzadə Əhməd, Quliyev İmanqulu, Şirəlizadə Balarıza, Vəliyev Balaəmidir.